bu ay ki üzümüzə gəlir, adı Rəcəbdir. İmam Kazım əleyhissalam buyurur, bu ayda bir əməl neçə qat götürülür. Elə bil 10 dənə yaxşı iş görmüsən. Günahlar silinir bu ayda. Əmirül Möminin nə deyir? Ramazan ayı Allahın ayıdır. Şaban ayı Peyğəmbərin ayıdır. Rəcəb mənim ayımdır. Mən elmin şəhəriyəm, Əli qapısıdır. Ramazan ayının qapısı Rəcəb ayıdır, Şaban ayıdır. Bu qapını döy ki, Ramazanda qapı üzvü açılsın. Bir dənə sizə hədisi qüdsi deyim. Hədisi qüdsi bilirsiniz nədir? Yəni Allahdan. Allah nə deyir? Bu ayı ip qərar vermişəm özümlə bəndələr arasında. İpdir. Tutun, ucalın mənə tərəf. Mən sizə deyim, o ayın gecəsi bir dua var, onu duanı eləyərsiniz. Onu duadır, məsələn, tutaq ki, 4-cü gün cümə axşamıdırsa, 3-cü gün axşam neyin? Bu duanı eləyərsiniz. Bu duanı Peyğəmbər eləyərmiş. İndi siz ərəbcə bilməsiniz, Azərbaycanca deyin. 4-cü gün Rəcəbdirsə, axşam, 3-cü gün axşam bu duanı eləyərsiniz. Kənən nəbi izə dəxələ Rəcəb qal. Elə ki, Rəcəb ayı daxil olsa, deyərdi, Allahümmə barik lənə fi Rəcəb və Şəban. İlahi, bu 2 ayı mənə mübarək elə. Barik. Lənə, bu Rəcəb ayı da mənə mübarək qərar ver, Şabanı da mənə mübarək elə. Davamına deyərdi, bəlliğnə Ramazan. Məni Ramazana çatdır. Yəni, sən çatdırmasan, mən çatmaram ki o aya. Yəni, mənə ömür ver ki, o ayı da neyiniyim, oruçdur. Bəlliğnə Ramazan. Allahım, Ramazan ayını nəsib elə. Dua budur. Və o gecəni əhya saxlaya bilsöz nə gözəl. Əhya saxlaya bilsöz nə gözəl. Elə bil ki, 3-cü gecədən 4-ə keçən gecə. 3-dən 4-ə keçən gecə. Əhya saxlamaq. Əmirül Möminin deyərdi ki, ildə 4 gün var ki, o gün oruç, o günü əhya saxlamağı sevirəm. Hansı günlərdir? Buyurdu, Leylətəl Fitr. Fitr. O gecəsi. Qurban gecəsi. Ondan sonra deyirdi, Şəban ayının 15-i və Rəcəb ayının ilk gecəsi. Yəni 3-cü gün gecə bir insan əgər əhya saxlaya bilsə, əhya nədir? Oyaq qalasan da, oyaq qalıb ibadət eləyəsən. Da oyaq qalıb kinoya baxmaq yoxdur. Otur neyinə, biraz ibadət elə. İbadət elə, itaət elə, Allahla danış, raz niyaz elə. Sabah gəlir, mühüm bir ay gəlir, mühüm bir qonaq gəlir sənə nəzərə al. Rəcəb ayı gəlir sənə tərəf. Onu qarşıla. Və 1-ci günü inşallah nəsib olsa 4-cü gün, yəni qüsul almaq tövsiyə olunur. 1, ortası və axırı qüsul almaq. Hədisdə var kim o günləri, 3 günü, 1-ci günü, ortası və axırı qüsul alsa, bu səbəbdir ki, Allah onun günahlarını bağışlayır.